بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. فخرج منها خائفا يترقب قال رب نجني من القوم الظالمين. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. İmam Hüseyin Əbəlfəzl Abbas əleyhissalam başda olmaqla Kərbəla şəhidlərinin timsalında cəmi şəhidlərimiz haqqında salavat zikr eləyək. Müşkili olanlar var, müşkillərinin həll olunmasına, hacəti olanların hacətlərinin rəva olunmasına dua etməyimizi xahiş edənlər var. Cəmi duaya ehtiyacı olanların dualarının qəbul olunmasına, xəstələrin şəfa tapmasına salavat zikr eləyək. Başda təqvalı alimlər, din xadimləri olmaqla valideynlərimiz, boynumuzda haqqı olanlar, kimlər ki, dünyadan köçüblər, ruhlarının şad olmasına, dünyada olanların müvəffəq olmalarına, eyni zamanda cəmi dünyadan köçənlərimizi mömin-i möminat, seyyid-i seyyidat, müslüm-i müslümatı salavatla yad eləyək. Ən əsası bu məclisin sahibi, zəmanə imamıdır. Həzrətin pak qəlbinə təskinlik olsun deyə pak vücudunun salamatlığı təcil zuhuruna salavat zikr eləyək. Artıq Məhərrəm ayının 6-cı gecəsidir və bugünə qədər Aşura məclislərinin, əzadarlığın, təziyyədarlıq tədbirlərinin nə üçün keçirildiyi haqqında danışırdıq. Bir-bir əzadarlığın mahiyyəti olan səbəblərə, əzadarlığın hikmətlərinə və fəlsəfəsinə toxunduq. Əslində bu haqda danışmaq əzadarlardan qeyrilərinin xeyrinədir. Əzadarlığın mahiyyəti haqqında danışmağımız əzadarlar üçün yox, əzadarlıq keçirməyənlər üçün idi. Ki, bilsinlər, İmam Hüseyin aşiqləri niyə bu günlərdə əzadarlıq keçirdirlər? İndi isə istəyərdim bugün özümüz haqqında danışaq ki, biz əzadarlığın mahiyyətini ki bildik, İmam Hüseyin əleyhissalam qiyam eləyib, şəhid olub, ona görə əzadarlıq saxlayırıq və İmam Hüseyin əleyhissalamın qiyamının mahiyyəti haqqında istəyərdim bir qədər söhbət eləyək. İmam Hüseyin əleyhissalamın qiyamının mahiyyəti nədən ibarətdir? Nə üçün qiyam eləyib? Çünki görsən, yenə də müxtəlif suallar verirlər ki, hansısa bir ərəb, hansısa əmioğlu bir-biri ilə dünya üstündə dava eləyiblər, müharibə eləyiblər, biz onun xatirəsini niyə yaşatmalıyıq? Cəmiyyətdə bu cür müxtəlif suallar olur. Hər ildə təzəliyirlər, hər il cavablandırılır, hər ildə təzələnir suallar. Ona görə istəyərdim bu qiyamın mahiyyəti haqqında danışım, həm onların suallarına cavab olsun. Onların suallarından da əvvəl daha əsası bizim özümüzə lazımdır. Qiyamın mahiyyətini dərk eləmək. Ümumiyyətlə, İmam Hüseyin əleyhissalamın qiyamına müxtəlif yanaşma tərzləri var.
Keçən il buna işarə eləmişdik, bu haqda danışmışdıq. Bir neçə yanaşma tərzi var. Bəziləri, elə bayaq dediyimiz kimi, qiyama dünyəvi dəyər verirlər. Dünyəvi yanaşma tərzi. Ki, yəni İmam Hüseyin əleyhissalam dünya üçün, dünya məqsədləri üçün bu qiyamı eləyib. Təkcə bu dövrdə yox, fikirləşirik ki, 1400 il keçib, ola bilsin artıq insanların yadından çıxıb deyə elə bilirlər ki, İmam Hüseyin əleyhissalam dünya üçün inqilab eləyib, dünya üçün qiyam eləyib, dünyəvi məqsədlərə çatmaq üçün qiyam eləyib. Biz elə bilirik ki, indiki dövrün insanları bu cür fikirləşir. Halbuki elə deyil. Elə İmam Hüseyin əleyhissalamın dövründə yaşaya-yaşaya o həzrətə dünyavi məqsədlə bu qiyamı etməsini fikirləşənlər var idi. Və insan danışanda içində olanları aşkara çıxardır. Görürdün İmam Hüseyin əleyhissalam Məkkədən Kərbalaya tərəf çıxanda bir neçə nəfər ona mane olmağa çalışırdı. Ki, getmə, səni qətlə yetirərlər. Ola bilsin ki, canı yandığından deyirdi. Amma canının yanmasından əlavə başqa məqsədi də öz danışığında üzə çıxıb. Deyir, İmam Hüseyin əleyhissalam Məkkədən Kərbalaya tərəf çıxanda bu ayəni oxuyurdu. فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبْ Musa əleyhissalam haqqında nazil olmuşdu ki, Musa Fironun şəhərindən səksəkəli bir halda çıxdı. Ətrafına göz qoya-qoya çıxdı. Ki, burada da təbii ki, Musa əleyhissalam qətlə yetirilməyindən qorxmurdu. Dinin aradan getməsindən, qarşıdakı planlarının yarımçıq qalmasından qorxurdu. Deyir, bu halda Fironun zülmündən, Fironun yaşadığı şəhərdən çıxdı, canını qurtardı. Sonra dedi, qalə Rabbi nəccini minəl qavmiz zalimin. Dedi ki, ey Rəbbim, mənə bu zalim qövmdən nicat ver. İmam Hüseyin əleyhissalam da Məkkədən çıxanda bilirdi ki, Kəbə evinin hörməti gözlənilməyəcək, onu qətlə yetirə bilərlər. Və İmam Hüseynin də gələcək nəslə çatdıracağı sözlər, fikirlər var idi. Qorxurdu ki, onlar yarımçıq qalar. Çünki İmam Hüseyin ölümdən, şəhadətdən heç vaxt qorxmayıb. Şəhadət ali şəxsiyyətli insanların hədəfidir, son hədəfidir. Ona görə deyir, bu ayəni oxuya-oxuya çıxdı. Amma deyir, Məkkədən çıxanda başladılar, bir neçə şəxs yaxınlaşdı ki, getmə. Həmin şəxslərdən biri də 2-ci xəlifənin oğlu Abdullahdır. Abdullah İbn Ömər İmam Hüseyin əleyhissalamın Küfiyə getməsinə mane olmağa çalışırdı. Nə deyirdi? Deyirdi, qiyam eləmə, ey Hüseyin, qiyam eləmə. Çünki Allah Taala Həzrət Peyğəmbər salavatullaha dünya ilə axirət arasında seçim şansı tanıyanda, seçim ixtiyarı verəndə o Həzrət axirəti seçdi. Allah Taala Peyğəmbərə dünya ilə axirət arasında seçim ixtiyarı vermişdi. Sənin cəddün Peyğəmbər axirəti seçdi. Sən də onun bir parçasısan. Dünyanın ardıycan düşmə. Fikir versiz. Güya canı yanır. Danışığında bildirir ki, mən sənin dünya məqsədi ilə getdiyinə inanıram, etiqad bəsləyirəm. Dünya arxasıysan getmə. Necə ki, sənin cəddün Peyğəmbər dünya arxasıysan getmədi, seçmədi. Sən də dünya arxasıysan getmə. Cəddün kimi axirəti seç. Yaxud Abdullah İbn Müti adlı bir şəxs vardı. O da İmam Hüseynin Küfiyə getməsinə mane olurdu. Qarşısını kəsdi. Bir çox sözlər işlədəndən sonra axırda sözün bununla bitirdi. And olsun Allaha, əgər Bəni Ümeyyənin əlində olanı, yəni hakimiyyəti almaq fikrinə düşsən, onlar səni öldürəcəklər. Görsən, deyir, Bəni Ümeyyənin əlində olan hakimiyyəti almaq istəsən.
Deməli, bu fikirləşirdi ki, İmam Hüseyin əleyhissalamın qiyamı, Kufiyə getməsi, Kərbəla hadisələri, İmam Hüseynin bu qiyamının mahiyyəti fikirləşirdi, Bəni Ümeyyənin hakimiyyətini ələ keçirmək məqsədi daşıyır. Təəssüf ki, İslam alimlərindən az da olsa bu düşüncədə olanlar olub. Özdə kimin haqqında? Elə bir kəsin haqqında ki, o Quranın ayəsi ilə məsum nöqsanlardan uzaq elan olunub. Allah Teala Təthir surəsində İmam Hüseyin əleyhissalamın babası Peyğəmbəri, atası Həzrət Əlini, anası Fatimə Zəhranı, qardaşı Həsəni, nəhayət özü İmam Hüseyni də bütün nöqsanlardan uzaq pakizə bir şəxsiyyət kimi tanıdı. İslam aləminə və bütün bəşəriyyətə. Salavat! İndi təsəvvür edin, belə nöqsansız bir insanın Allahın nöqsansız elan etdiyi bir, təqdim etdiyi bir şəxs dünyəvi məqsədlə qiyam eləyə bilər. Və Peyğəmbər salavatullah buyurmuşdu ki, oğlum Hüseyni bunu demişdi. Oğlum Hüseyni İraq torpaqlarında qətlə yetirəcəklər. Kim bu işə şahid olsa ona kömək eləsin. Peyğəmbər heç dünya məqsədi ilə qiyam edən şəxsə ətrafına kömək yığar, köməyə dəvət eləyər. Elə bir kəs haqqında ki, Aşura günü şamları söndürdü. İmam Hüseyin əleyhissalam Aşura günü şamların söndürməsinin səbəbinə baxanda hər şey aşkara çıxır. Dünya məqsədi ilə qiyam eləyən insan öz ətrafındakilara deyər ki, kim istəyir çıxıb geçsin bu gecə. Aşura gecəsi İmam Hüseyin əleyhissalam şamları nə üçün söndürdü? Söndürdü ki, kim məndən utanırsa, qoy üzümü görməsin, rahat çıxıb geçsin. Əksinə, dünya səltənət əldə eləmək istəyən şəxs birincisi nəinki ətrafındakiları özündən uzaqlaşdırar, ətrafındakı qoşunu bir qədər də daha çox yığmağa, qoşun toplamağa çalışar. Bu bir. İkincisi isə Həzrət həmin gecə dedi ki, kim istəyir geçsin, buyurdu, sabah qalanlar şəhid olacaqlar. İmam Hüseyin əleyhissalam öz şəhadət vaxtının konkret zamanını elan elədi. Bilirsiniz nə deməkdir? Yəni demək istəyir ki, mən sabah şəhid olacam, mənim ətrafımda olanlar da şəhid olacaq. Əgər dünya məqsədi gücsəydi, öz şəhadətin sabahki gündə şəhid olacağını bilən insan, sabah dünyadan keçəcəyini bilən insan dünya üçün qiyam eləyə bilər, bir fikirləşək. Qeyri-mümkündür. İnsan bir günlük ömrü qalıb, ona gəlib biri xəbər versə ki, sənin bir günlük ömrün qalıb. Durub hakimiyyət davası, dünya davası eləyə bilər? Heç cür, təbii ki, heç cür. Deməli, İmam Hüseyin əleyhissalam üçün dünyavi məqsədlə qiyam edib fikri, düşüncə tərzi yanlışdır. Yəni, birinci yanaşma tərzi səhvdir. İmam Hüseyin əleyhissalam nə üçün qiyam edib, onu inşallah sonda deyəcəyik. İkinci yanaşma tərzi irfani sufi yanaşma tərzidir. Nədir bu irfani sufi yanaşma tərzi? Ümumiyyətlə, ariflərin fikri nədir? Əsas iki fikirlər var. Birincisi deyirlər ki, hər şeyin əsası eşqdir. İkincisi deyirlər ki, insanın mayası ilahi ruhdan əmələ gəlib. İnsanın mayası ilahi ruhdan əmələ gəlib. İnsan ilahi ruhdan ayrılıb, həmin ruh dünyaya gəlib bu maddi bədəndə həbs olunub. İnsanın ruhu ilahi ruhdan ayrılıb, gəlib dünyada bu maddi cisimdə, bədəndə həbs olunub. Ona görə də insan həmişə darıxır, həmişə nigarançılıq keçirir. Fikir versiniz, insan sək-səkədədir. Nə əldə edir, rahatlıq tapa bilmir. Niyə? Deyir, elə hey can atır ki, insan ruhu can atır ki, cismi varlığından ayrılıb öz kökünə qayıtsın, öz kökünə qovuşsun. Çünki öz kökünə, ilahi ruha qovuşanda rahatlıq tapır və kamillik həddinə çatır.
İnsan ilahi ruhdan ayrılıb gəlib dünyada maddi cismində həbs olunub. O elə həbs olunduğuna görə də daim narahatdır, öz ruhundan ayrıldı, ilahi ruhdan ayrıldığına görə, ayrı düşdüyünə görə elə tələsir ki, o ruha tərəf qayıtsın. Bu ariflərin fikridir. Əslində deyir, bu fikrin kökündə heç bir qəbahət yoxdur. Amma Kərbəla hadisələrinə bu təfəkkürlə yanaşanda ictimai məsələləri kənara qoyub yalnız bu fikirlə yanaşanda müəyyən nöqsanlar meydana çıxır. Niyə görə? Bu irfani baxışla, bu sufi baxış tərzi ilə, təsəvvüf baxışı ilə Kərbəla hadisələrinə baxanda niyə problem çıxır? Bir problem çıxır, ya səhv nəticəyə gəlirlər, ya da gəldikləri nəticə naqis olur. Niyə? Çünki Kərbəla faciəsinin baş verməsinə səbəb olan siyasi, ictimai məsələlərə qətiyyən fikir vermirlər, əhəmiyyət vermirlər. Həmin hadisələr, ictimai siyasi hadisələri qəti şəkildə heç nəzərə almırlar. Kərbəlanı haqla batilin, küfrlə imanın qarşılaşması kimi yox, ağılla eşq dastanı kimi qələmə verməyə çalışırlar. Ki, yəni eşq nəticədə ağla qalib gəldi, aşiq öz məşuquna qovuşdu, əsl zəfər, əsl qələbə budur. Vəssalam, başqa fikirləri yoxdur. Kərbəla hadisəsi eşqlə ağlın mübarizəsidir, sonunda eşq ağla qalib gəlir və aşiq öz məşuquna qovuşur. Bu qədər. Halbuki İmam Hüseyn əleyhissalamın Kərbəla səhrasında amansızcasına qətlə yetirilməsindəki mühüm səbəbləri araşdırmırlar, bilərəkdən yaxud bilməyərəkdən toxunmurlar. Yezidin zülmünün heç adını çəkmirlər. Ki, Yezidin zülmü, zalimlığı səbəb oldu ki, gəldi İmam Hüseyn əleyhissalam, Peyğəmbər övladı Kərbəla faciəsindən üzləşdi. Ona görə də Kərbəla qiyamının sufi yanaşma tərzi yanlışdır, səhvdir. Nəhayət, bir çox mahiyyət var. Digər bir mahiyyətini də deyim. Üçüncü mahiyyət xristiyan təfəkkür tərzidir. Ən çox da biz əzadarlarla bağlı olan, sırf bizim diqqət göstərəcəyimiz cəhət də məhz bu xüsusiyyətdir. Bu yanaşma tərzidir. Hər il bu cəhət əzadarlara xatırladılır. Bütün moizələrə, xütbələrə qulaq assan, görürsən ki, bu məsələyə demək olar bütün vaizlər toxunurlar. Əsas moizələr, xütbələr bunun üzərində qurulur, bu fikrin üzərində. Amma hər ildə yaddan çıxılır, unudulur. Ona görə də deyəcəklərimizə diqqətlə dinləyək ki, nəticə çıxarda bilək. Xristiyanların fikri, etiqadı nədən ibarətdir? Həzrət İsa əleyhissalam güya çarmıxa çəkilib və bununla da özün bütün bəşəriyyətə qurban verib. Özün ki, bütün bəşəriyyətə qurban verib, bəşəriyyətdəki bütün bəşər övladının günahlarının əvəzini ödəyib. Müsəlmanların da bəzisi İmam Hüseyn əleyhissalam barəsində bəlkə də özü də bilmədən eyni düşüncədədir, bəlkə də özü də bilmədən. Fikirləşirlər ki, o həzrət özün cəddinin, ümmətinin yolunda fəda verməklə bütün müsəlmanların günahların bağışlanmasına səbəb olub. Yəni, daha nə istəsən eləyə bilərsən. Əsas odur ki, burada məclislərdə iştirak elə, ağla, bu sinə vur və s. və ilaxır əzadarlıq tədbirlərin, məclislərin keç, sonra buradan çıxandan sonra nə istəyirsən elə. Ona görə bu məsələyə çox diqqətlə yanaşmalıyıq. Bəlkə də özümüz də bilmədən, biz bu məqama diqqət eləmədən bu həyat tərzini keçiririk. Əslində biz əzadarlara etiraz edənlərin bir bəhanəsi də məhz bu xüsusiyyətdir. Ki, etiraz edirlər, deyirlər ki, gedir məsciddə oturur, ağlayır, sinə vurur.
Sonra məsciddən çıxır, nə istəyir eləyir. Day halal haram bilmir. Bu da əzadarlığın mahiyyəti. Düzdür ki, onların fikri bizim üçün maraqlı deyil, amma əsas odur ki, biz əzadarlar qoy düzgün həyat tərzi yaşayaq, ondan sonra kim nə istəyir desin. Bu məclislərdə təbii ki, İmam Hüseyin əleyhissalam keçən dəfə də dedi ki, Allahın xüsusi rəhməti var. Peyğəmbər Əhl-i-Beyt əleyhimussalamın, İmam Hüseyin əleyhissalamın nəzəri var. İmam Hüseyin əzadarlarına Allah Taala bağışlanmağı söz verir. İmam Hüseyin əleyhissalamın əzadarları bu məclislərdə təbii ki, bağışlanırlar. Və qiyamətin günündə də Peyğəmbər Əhl-i-Beyt əleyhimussalam, İmam Hüseyin əleyhissalam öz əzadarlarına şəfaət eləyəcək. Amma burada bir incə məqam var. Əsas istəyirdim ki, ona xüsusi diqqət eləyək. Ki, əgər söhbət İmam Hüseyin əleyhissalamın bu qiyamın mahiyyətindən gedirsə, İmam Hüseyin əleyhissalam ona görə qiyam eləməyib ki, insanlar onun məclisində yalnız ağlamaqla keçirsinlər, sinə vursunlar, sonra da gedib əvvəlki yaşayış tərzlərinə davam eləsinlər. İmam Hüseynin qiyamının hədəfi bu idimi? Ki, gəlsinlər əzadarlar ona sinə vurub, ağlayıb təzdən gedib qayıtsınlar, əvvəl necə yaşayırdılarsa o cürdə davam eləsinlər. Tam əksinə, İmam Hüseyin əleyhissalamın qiyam etməsinin əsas səbəbi insanların həyat tərzlərini dəyişməsidir, düzəltməsidir, islah eləməsidir. Həzrət özü qiyamının mahiyyətini bizlərə izah eləyir, açıqlayır. Bütün düşüncə tərzlərinə, bu qiyama qarşı olan bütün düşüncə tərzlərinə öz məqsədlərini açıqlayıb bir-bir cavablarını verir. Buyurur, Allahümmə li'ənnəkə tə'ləmu ənəhu ləm yəkun minnə tənəfusən fi sultanin və la iltiməsən. Deyir, Allahım, sən şübhəsiz ki bilirsən, bizim məqsədimiz səltənət əldə etmək, hakimiyyət əldə etmək deyil, Allahla münacat edir. İmam Hüseyin əleyhissalamın Məkkədən çıxarkən söylədiyi xütbənin tərkib hissəsidir. Allaha özü tutub deyir, İlah, sən şübhəsiz ki bilirsən bizim məqsədimiz nədir? Biz hakimiyyət yaxud dəyərsiz dünya malı əldə etmək üçün çıxmamışıq bu yola. Sonra buyurur, وَلَكِنْ لِنُرِيَ الْمَعَالِمَ مِنْ دِينِكَ. Bəs nədir məqsəd? Deyir, məqsədimiz odur ki, dini bilgilər üzə çıxsın, görünsün, dini məlumatlar nədən ibarət olduğu bilinsin, sənin dinin tanınsın. وَتُظْهِرَ الْإِسْلَاحَ فِي بِلَادِكَ. Sənin qərar verdiyin torpağı, yaratdığın torpağın üzərində yaşayan insanlar islah olsunlar. İnsanların islahıdır məqsəd. وَيَأْمَنَ الْمَزْلُومُونَ مِنْ عِبَادِكَ. Sənin məzlum bəndələrin əmin-amanlıqda olsunlar. Neçə məqsəd var, hamısını bir-bir sayır. Birincisi, dini bilgilər üzə çıxsın, həqiqi dini bilgilər nədən ibarətdir. İkincisi deyir, sənin torpaqların üzərində yaşayan insanlar arasında islahat olsun, düzgün yaşayış tərzinə sahib olsunlar. Sonra buyurur, məzlumlar, bəndələrindən olan məzlumlar əmin-amanlıqda yaşasınlar. وَيُعْمَلَ بِفَرَائِذِكَ. Və sənin vacib buyurduqlarına əməl olunsun. Görürsünüz, İmam Hüseyin əleyhissalam qiyamının məqsədin həm ona qarşı dünyəvi məqsədlərlə bu qiyam etməsini düşünənlərə cavab verir ki, hakimiyyət deyil məqsəd. Onların fikrindən keçənləri uzaqlaşdırır. Həm də sanki biz əzadarlara da başa salmaq istəyir ki, bir məqsədim də budur ki, vaciblərə, fəraiz, yəni vacib əməllərə riayət olunsun. Yəni, əgər İmam Hüseyin əleyhissalam qiyam edirsə, biz onun əzadarlığına gəlmişiksə, biliriksə ki, İmam Hüseyin əleyhissalam öz dili ilə, mübarək dili ilə deyirsə ki, vaciblərə əməl olunsun deyə mən bu qiyam edirəm. Deməli, biz vaciblərə əməl eləməliyik. Sonra buyurur, وَسُنَنِكَ. Sənin sünnələrinə əməl olunsun, وَأَحْكَامِكَ. Hökmlərə riayət olunsun.
Sonra xütbənin ikinci qalan hissəsi çox maraqlıdır. Bir-bir açıqlayır. Birinci, öz qiyamının bundan sonraki hissədə öz qiyamına aid olmayanları qiyamın mahiyyətindən uzaqlaşdırır. Buyurur, İnni ləm əxruc əşəran və lə bətəran və lə mufsidən və lə zalimən. Deyir ki, bu qiyamın mahiyyətinə bunlar aid deyil. Nəylər? Ona görə çıxmamışam ki, istirahət edeyim. Ona görə çıxmamışam ki, yer üzündə fitnə fəsad törədim. Deməli, insanın yaşayışı yalnız əyləncədən ibarət olmamalıdır, yalnız dincəlməkdən ibarət olmamalıdır. Və lə mufsidən, insan yer üzündə İmam Hüseyni tanıyan, ona aşiq olan, onun əzadarı, deməli, yer üzündə fitnəkarlıqdan çəkinməlidir. O belə bir gözəl dua var, bunu gərək hər dəfə deyək ki, İlah, insanları mənim şərrimdən qoru, bu gözəl duadır. Əgər bu dua qəbul olunsa, qiyamət günü həmin insan uzaq olacaq. Çünki bilərəkdən, yaxud bilməyərəkdən ola bilər ki, elə bilərik ki, düz eləyirik, kiməsə xətər yetiririk, zülm eləyirik, elə bilirik, düz eləyirik, şər yetiririk, elə bilirik ki, xeyrimiz deyir. Ona görə insan daim özünə nəzarət eləməli ki, cəmiyyətdə fəsad mənbəyi yox, əmnamanlıq mənbəyi olsun. Və lə zalimən, və zülm eləmək üçün, haqsızlıq eləmək üçün çıxmamışam mən bu səfərə, bu qiyama. Yəni, insan əli altında olanlara, istər ailədə olsun, istər iş yerində, istər cəmiyyət, toplum, harada olursa olsun, ondan asılı olanlara, ətrafında olanlara zülm, haqsızlıq eləməməlidir. İmam Hüseynin qiyamının fəlsəfəsi budur. Ona görə deyir ki, bu şeylər ki, elə bir İmam Hüseyin əleyhissalam bilirdi bu qiyam haqqında, hansı fikirdə olacaqlar, bir-bir sadalayır ki, əyləncə üçün, istirahət üçün çıxmamışam, dünya məqsədi üçün çıxmamışam, fitnə fəsad törətmək üçün çıxmamışam, zülm eləmək üçün, haqsızlıq eləmək üçün çıxmamışam. Bunların hamısını ayırandan sonra bu qiyama nə yaraşırsa onları söyləyir. Buyurur, وَاِنَّمَا خَرَجْتُ لِتَلَبِ النَّجَاحِ وَالصَّلَاحِ فِي أُمَّةِ جَدِّي. Bu qiyamı etməkdə yeganə məqsədim yalnız və yalnız cəddimin, ümmətinin nicatı, xoşbəxtliyi və onların islah olunmasıdır. Əgər İmam Hüseyin əleyhissalam qiyamı bu məqsədlə edibsə, biz İmam Hüseyin aşiqlərinin, əzadarlarının da vəzifəsi, toplumdakı vəzifəsi bax budur. İslam ümmətinə, cəmiyyətdə, toplumda, ictimaiyyət arasında insanların xoşbəxtliyinə və islah olunmasına can atmalıyıq, çalışmalıyıq. Və buyurur, Uridu ən əmura bil ma'ruf. İstəyim bundan ibarət ki, bu qiyamın yaraşan cəhəti, gözəl cəhəti, uyğun olan cəhəti budur ki, ən əmura bil ma'ruf. Yaxşılığa dəvət edeyim insanları. Elə bil bizə eşitdirir İmam Hüseyin əleyhissalam ki, çalışın, özünüz yaxşı olun, insanları da yaxşılığa dəvət edin. Və buyurur, وَأَنْهَا عَنِ الْمُنْكَرِ. Və pisliklərdən çəkindirin. Pisliyi ki gördün, indi sərt formada olması da alicənablıqla, mədəni şəkildə o pisliyə öz etirazını bildir. Hansısa bir formada mütləq qarşı tərəfin səhv yolda olduğun ona bildir. Bir mehribanlıqla, hər hansı formada. Və buyurur, ən əsası da bax budur. Ən əsası. Bura qədər sadalananların hamısı bax, indi söyləyəcəyinin üzərində dayanır. Buyurur, və əsirə bisirəti cəddi Muhammedin sallallahu aleyhi və aleyh. Və istəyirəm ki, cəddim Peyğəmbərin yolu ilə gedim. Və ondan sonra daha mühüm. Və sirətə Əbi Ali ibn Əbi Talib və atam Əli ibn Əbi Talibin yolu ilə gedim. Peyğəmbərdən sonra Əli əleyhissalama qədər 25 il fasilə var. Niyə görə Peyğəmbərdən sonra bir-bir xəlifələrin adını çəkməz ki, istəyirəm Peyğəmbərin, birinci xəlifənin, ikinci xəlifənin, üçüncü xəlifə atamın yolu ilə gedim. Niyə elə demədi? Çünki İmam Hüseyin əleyhissalam insanlar üçün ilahi höccətdir, həqiqi ilahi höccətlərin kim olduğunu bizlərə, həqiqi nümunələrin, bəşər nümunələrin kim olduğunu bizə göstərir. Ki onların yolu ilə, cəddim Peyğəmbərin və atam Əli ibn Əbu Talibin yolu ilə getmək istəyirəm. Peyğəmbərdən sonra Əli ibn Əbu Talibin yolu ilə.
Niyə? Çünki bu ikisinin yolu ilə getsəm, həmin səhərdən ki sadalayırıq, yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək, insanlar arasında islahat aparmaq, filan, bütün fərzlər, vaciblər, haramlar, əhkamlar riayət olması, hamısı bax sondakı bu iki şəxsiyyətin adının üzərində qoyulub. Ki buna ilahi vilayət deyirlər, ilahi rəhbər deyirlər. Allah bizi o ilahi rəhbərlərdən dünya, axirət ayrı salmasın. İmam Sadiq əleyhissalam buyurur, əgər bütün yer əhli İmam Hüseyin əleyhissalam üçün ölsələr israf olmaz. Bu qədər dəyərli, əzəmətli şəxsiyyətdir İmam Hüseyin əleyhissalam. Sonuncu imam, Zəmanə imamı buyurur, salam olsun, libası soyulmuş və qarət edilmiş bədənə. Bu gecə İmam Hüseyin əleyhissalamın 3 yaşlı körpə qızı Rüqəyyanın gecəsidir. Rüqəyyanın adının özünə baxanda insan təəccüblənməyə bilmir. Rüqəyyə sözünün bəzilər deyirlər ki, rüqyət sözündəndir, ofsunlamaq ki, onun danışığı, onun fikirləri insanları ofsanlayır, özünə tərəf çəkir. Bir mənasında tərəqqi sözündəndir. Yəni ona baxan, onun inkişafına baxan özü inkişaf edir, tərəqqi edir. Deyirlər ki, hicrətin hətta deyirlər 59-cu ilində dünyaya gəlib, Kərbəla hadisəsi 61-ci ilin əvvəlində baş verdi. Deyir, 2 yaşın təzə tamamlamışdı. 3 yaşın içində idi. Deyir, gəldi, İmam Hüseyin əleyhissalam Məkkədən çıxanda qızı Rüqəyyə xanımı da özü ilə götürmüşdü. Kərbəla hadisələrindən sonra Şamda yeganə şəhid olan şəxs xanım Rüqəyyə salamullahi aleyhadır. Deyir, gəldilər, çatdılar Şama, Şamın xərabələklərində. Gecələrin birində deyir, gördülər, xanım Rüqəyyə yuxudan fəryad edərək ayıldı, ağlaya-ağlaya ayıldı və nə qədər hissələr təskinlik versinlər, sakitləşdirə bilmədilər. Axırı gəldilər, soruşdular, kimdir o qız, nə istəyir? Soruşdular, dedi, atam hardadır? Bildilər ki, yatıb yuxuda atasını görüb, o cür ayılıb. Deyir, mənə atamı gətirin. Deyir, Əhl-i Beyt əleyhimussalam özlərin o günə qədər güclə saxlamışdılar, hamısı başladılar ağlaşmağa. Tahir İbn Abdullah Dəməşqi yazır ki, Əhl-i Beyt əsirləri Rüqəyyanı sakitləşdirə bilmədilər. Nəhayət İmam Hüseyin əleyhissalamın mübarək başı təştdə gətirdilər Şamın xərabəliyinə. Bir Əhl-i Beyt əsirləri bunu görəndə qaçdılar qapıya tərəf. İmam Hüseynin mübarək başın alıb gətirdilər xərabəliyə. Başladılar ağlaşmağa, matəm eləməyə, əsl əzadarlıq orada başladı. Xüsusən də deyir, xanım Zeynəb salamullahi aleyha o mübarək başın ətrafına deyir, pərvanə kimi dolanırdı. Rüqəyyə deyir, gördü, təşdi, dedi ki, bu nədir belə? Dedilər ki, bu sənin atanın mübarək başıdır. Deyir, istədi təşdən götürsün, o başı qaldırsın, bağrına bassın, gücü çatmadı. Əyildi, qucaqladı atasının başını. Və başladı ağlayıb bir yol boyu başına gələn müsibətləri atasına şikayət eləməyə. Ağlaşır bir ürək sözlərini deyir. Deyir, atacan, kimsəni qanuva qəltan elədi? Atacan, sənin kim baş o bədənindən ayırdı? Atacan, mən illəzi eytəməni kim yetim qoydu bu kiçik yaşda? Atacan, kaş mən sənə fəda olaydım. Sənin mübarək saqqalının qana boyandığını görməydim. Deyir, yaxınlaşdırır dodaqların İmam Hüseyin əleyhissalamın dodaqlarına. O qədər ağlayır, axırda deyir, hoşdan gedir.
Elə bilirlər ki, təskinliyi tapdı, sakitləşdi, gəlib baxırlar ki, körpə Rüqəyyanın bədəni canını tapşırıb. Deyir, Seyyid ibn Tavus İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, İmam Sadiq əleyhissalam buyurdu, cəddim İmam Səccad, İmam Zeynəl Abidin atasının müsibəti, atası İmam Hüseynin müsibətinə görə 40 il matəm saxladı. Dünyadan köçənə qədər matəm saxladı. Hər dəfə deyir, qarşısına yemək qoyanda deyir, oruc tuturdu, günün orucundan keçirdi. Axşam iftarda yemək qoyanda qabağına ağlayardı, deyərdi ki, Qutilə ibn Rəsulillah cai'an. Allahın Peyğəmbərinin balasını az şəkildə öldürdülər. Qutilə ibn Rəsulillah atşanən. Allah Peyğəmbərinin övladın susuz qətlə yetirdilər. Nəhayət deyir, əsrlər gəlib çatdılar Mədiniyə. Mədinədə başladılar əza məclisi təşkil eləməyə. Əsl ağlaşma deyir, ondan başlandı. Deyir, bir gün Həzrət Zeynəb Səlamullah aleyhə Şamdakı çəkdiyi müsibətləri yada salır. Həzrət Rüqəyyə yadına düşür, deyir, amma Şamın xərabəsində Rüqəyyanın şəhadəti belimi bükdü. Şairlər Xanım Rüqəyyanın dilindən Əliyəsğərə bir məktub ünvanlayırlar ki, Xanım Rüqəyyə öz qardaşı Əliyəsğərlə danışır. Əliyəsğərin qətlindən sonra. Dedi, qardaş, sən öləndən sonra tufan oldu. Babamız teşnə Hüseyn qanına qəltan oldu. Köynəyi qarət olub, xeyməsi viran oldu. Doğranıb xəncər ilə Əkbəri məzlum babamın. Toplanıb, tapdanıb atlar ilə peykəri məzlum babamın. İstədim Yəsribi mən, Kərbəla Şam istəmədim. Az qalıb günlər ilə bircə taam istəmədim. Babamın aşiqiyəm, özgə bir kam istəmədim. Qəflətən bir yaralı baş bizə mehman gəldi. Çox sevindim, elə bil dərdimə dərman gəldi. Babamın başını gördüm, necə fəryad elədim. Babamın başını gördüm, necə fəryad elədim. Ağlayıb sili dəyən çöhrəmə əşqim elədim. Bitdi arzum, ölümü mən yaradandan dilədim. Baxdım o Ləb-i Hüseyndə xizəran izlərinə. Qoydum ətşan dodağım qanla dolan gözlərinə. Qoymadı çarxı fələk, mən də çatım 4 yaşıma. Dərdimi söyləyirəm indi kiçik qardaşıma. Mərhəmət eyləmədi şimr-ü sənan göz yaşıma. Babamın başı qucağında şəhid oldum Əli. Zəhra bağında gül idim, tez açılıb soldum Əli. Zəhra bağında gül idim, tez açılıb soldum Əli. Ələ lənətullah aləl qavmiz zalimin. Eyvah Rüqəyyə, eyvah Rüqəyyə, eyvah, eyvah Rüqəyyə, eyvah Rüqəyyə, eyvah, bir də səs deyək, eyvah Rüqəyyə. Her bir gece sübh kimi
ucadan deyək. Eyvah Rüqəyyə, Rüqəyyə döylən cismivə, canımız fədai xanım, İller aşuranın akşamı tasua günü gördülər Əba Əbdüllah xeymələrin arxasında əyilib durur. Elə bir yerdən nəsə götürür. Elə bildilər Quran vərəqlərdir səhraya səbələnib səhraya dağılır. Yaxınlaşanlar gördülər Əba Əbdüllah yerdən tikanları çıxarır. Ya Hüseyin can neyirsən ya Əba Əbdüllah, sabah aşura günü Rüqəyyəm buradan əsirgədə. Ey axyanı atlar qabağında döylə döylə. O tikanları yığıram ki balam nə yaxlarına batmasın. Canay Rüqəyyə, Canay Rüqəyyə, Canay Rüqəyyə. Görmüsüz atanız balaca kızına məhəbbətini ayırıyorlar. Bir ayrı məhəbbət bəsləyən qızına, həmən ki kimdən qızının öz atasına məhəbbəti ayırıyorlar. Bir kız yerdə vuralar, döyələr, qəlbi sındıralar, heç kimə dərdin deməz. Heç kimə gəlib dərdin deməz. Gözləyər axşam balası gəlsin evə. Elə salar atasının qucağına özür, baba məni döydülər. Ata qəlbimi qırdılar, məni incitdilər. Xanım Zeynəb deyir, sübdən axşama kimi o qədər Rüqəyyəni vurdular, döydülər. Bir dəfə demədi, əlmər qulağım ağrıyor ayəmə. Bir dəfə demədi, əlmər bədənim ağrıyor ayəmə. Deyir, o gün vaxtı, o yar yanmış xeymədən çıxdı üzünə. Üzü dolandırdı, atası seyri getdiyi yola. Elə yana yana səslədi, Salimar döydü məni. Şibru Səlam döydü məni. Yaralı başına baxdım, atam daş atam döydü məni. Ay baba, uca səslə ya Hüseyin. Rüqəyyə nə Rüqəyyə, Rüqəyyə nə Rüqəyyə. O eşitmisiniz rozələrdə Əyyam-ı Fatimiyyədə deyirlər, Əba Əbdüllah gəldi, anası Zəhranın ayaqlarından öpdü. Gör sözümü yara gətirlər. Dedi, ana Zəhra, bir də istirəm Kərbəlaya gələsən, həmən yer Əbəlfəzahdan düşən yerdir. Amma deyirlər, Zeynəb də həmən kimi gəldi, anasının ayaqlarından öpdü.
Bəs Zeynəb harda istədi xanım Zəhra o çətin məqamda gələ, bilirsən az vaxtda. Öpdü anasının ayaqlarını, dedi ana ya Zəhra, öpürəm ayaqların, bağı məhəbbət əkəsən. Olsa imkanın əgər Şamə də bir baş çəkəsən. Hansı məqamda demirəm başımıza gül ələləndə gələsən. Demirəm qamətli qəmlər əyəndə gələsən. Ana ya Zəhra bir yerdə istəyirəm 3 yaşında ananı qəlbə qoyanda gələsən. Fəqət rüqəyyəli qəlbə qoyanda gəl ya Fatimə. Şamın xərabəsindən, gedəyik Şamın xərabəsində nələr oldu. Ay Rüqəyyənin yasına gələnlər, ay bu 3 yaşında balanın yasına gələnlər. Deyirlər sübdən akşama kimi Rüqəyyə dedi, baba hayandasın, atacan hayandasın. Allah lənət eləsin, gezid əmr elədi ki, o kəsilmiş başına bağırdı, Allah'ın aparır Rüqəyyə. Bax, Roza budur ya, and olsun. Gətirdilər təbəddiyimə Hüseyin başı gətirdilər, qoydular Rüqəyyənin qabağına. Əvvəl Rüqəyyə üzüm dolandırdı xanım Zeynəbə, bilirsən nə dedi? Əmmə, mən az deyiləm ha. Əmmə, mən yemək istəmədim, ona qəza istəmədim. Hələ görməyib başı, tələbdə gətirdilər, bilirsən neylət Zeynəb? Tələbdə bilmirəm Allah, nə vəçidiydi bu baş. Əli qızı o başı örtür, götürdü yavaş. Fəqət dilatın xoş gəlsən ay qardaş. Sənə canım var ay qardaş, ay qardaş. Mən deyərdim, bu məkanə bir Hüseynin kaş gələr. Bilməz idim, xərabə mənzilə qardaş gələr. Hüseyin, yendi qardaşlar nişanə, bilməz idim, bir kəsilmiş baş gələr. Ay qardaş, ay qardaş. Uza səslə yansın. Deyirlər əvvəldir, başım gəlgərin qəvarında. Zeynəb var, Zeynəb var mənzəlim. Əvvəl özündən getdi, özündən danışmaq dedi. Dedik, babacan, sən dinlərlə bilir Zeynəb döyürlər ay baba. Baba sen dinlerden anarma diyorlar ay baba. Nedir baba sen dinlerden hallerimiz yaman diyor ay baba. Bir hamlının derdinden, sekineden, sevgiden, hamıdan dedik. Ondan sonra Bahriye vardı Allah'ın bir yaralı başına, yine gözünden demedi. Dedim baba sevgiden ne dudağın kurumuştur. Sen meydan edilen de susuzluydun ay baba. Diyen sana su vermeyimler hele ay baba. Ay baba bir yaralı baş vereceğim ay baba. Ay baba. İçerinden sen seslen ay baba. Hayallar ay baba. Bir özünden dedi, sonra geldin ya ay baba. Ay baba sen gidenden ben çok düğümler ay baba. Yine yana yana sesledim. Ama illa hanım Rüqəyyə
Elə baş oldu uzanı, elə bastı bağını. Mənzərə budur, Allah xanım gəlir o qəribana ziyarət bizlərə nəsib eyləsin. Neynədi bastı bağını. Lay lay sinəmin üstə belə naz ilə yatan. Lay lay gül boğazın xəncər pərqanə batan. Atam mənə naz etmə atam, mən ürəyim istəyənəm. Əkbər bacısıyam, əslərə lay lay deyənəm. Ay baba, ağlamayım rastı gör nə dedim. Bax mələkəsi baş, dedi ay baba, dolanır başıma kim səni bu halə salır. Səni bu halə salan tav-tavan əldən alır. Ay baba, bu başıdır baba, bəs bədəli harlardan, ay baba. Burada səslə yansın. Ahir cümlem olsun inşallah, əzadarını eyləyək. Hanım Zeynəb bir gecənin bir aləmi gördüm. Hamı yatıraq var, gəngə yoxdur xərabədə. Bir çox narahat oldu. Gəzdim xərabənin gündüz. Gəzdim bir baxıb görək yamayan qandı. Elə gəldim gördüm ki gəngə əylib yerə torpalı uzandı. Hələ biz bilmədik nə mənzərədir, nə hadisədir bu. Bir gəldi ürgəyyəni qaldıranda gördü Allah bir mənzərə var. Nə mənzərədir? Hacətin olsa ürgəyyədən istə bu gecə. Nə mənzərədir? Dedi Allah, yalvarırım başımı toprağa koyma baba sen. Fikrə saldır məni bu cümləni, bu dərdi, bu həm. Quru yerdən götürüb bağrıma bastım onu mən. Ayrı bir mənzərə gördüm, hamı bilməz qadın nə mənzərə. Ayrı bir mənzərə gördüm, hamı bilməz qadın. Torpağın üstünə gördüm yazın Əkbər adını. Ay qardaş ayağına salay qar, sənə canı qurban ayağına salay qar. Uca səslə Yasin. Gör necə yandırdı məni. Şufiyan gör necə yandırdı məni. Hakikaten yıktı, utandırdı məni. Hakikaten yıktı, utandırdı məni. Bir Zeynəb mənə meylə dayan. Şarivan getdi, adamsız qaldı. Bir Zeynəb mənə meylə dayan. Şarivan getdi, adamsız qaldı. Bir Zeynəb mənə meylə dayan. Şarivan getdi, adam. Səsin gəlmir ha. Bir Zeynəb dayan. Şarivan getdi, adam. Bir də denən. Bir Zeynəb mənə meylə dayan. Şarivan getdi, adamsız qaldı. Bir Zeynəb Ile dayan
üzərindən gələn səsdir. Uzat enən. Bibi Zeynep mənə rəhm eylə dayan. Bir də canlı deyilən. Bibi Zeynep Karivan getdi adamsız qaldım. Əmmə mən çərxi həyat ulduzuyum. Əmmə mən çərxi həyat ulduzuyum. Xanidar-ı Ələvinin qızıyım. Xanidar-ı Ələvinin qızıyım. Hamıdan yaxşı tanırsan məni sən, atamın mən dilişimin qızıyım. Hamıdan yaxşı tanırsan məni sən, atamın mən dilişimin qızıyım. Kufiyan gör necə yandırdı məni, Kufiyan gör necə yandırdı məni. Naqədər yıxdı, utandırdı məni. Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Bibi sən məndən uzaq yatmaz idin. Bibi sən məndən uzaq yatmaz idin. Dərdi qəm yoldaşımı atmaz idin. Dərdi qəm yoldaşımı atmaz idin. Ölməsəydi mənim əllərdə atam, bacı çöllərdə belə olmaz idi. Ölməsəydi mənim əllərdə atam, bu çöllərdə belə qalmaz idi. Kufiyan gör necə yandırdı məni, Kufiyan gör necə yandırdı məni. Naqədər yıxdı, utandırdı məni. Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Bir də Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Sənə qurban belə tək qoyma məni. Sənə qurban belə tək qoyma məni. Qorxuram incidə bu qovm edəni. Qorxuram incidə bu qovm edəni. Yol qaranlıq mən özüm xırda uşağım. Yol qaranlıq mən özüm xırda uşağım. Yorğunam saxla gedən qafiləni. Yorğunam saxla gedən qafiləni. Kufiyan gör necə yandırdı məni. Kufiyan gör necə yandırdı məni. Naqədər çıxdı, utandırdı məni. Naqədər yıxdı, utandırdı məni. Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım. Bir də Bibi Zeynep mənə rəhm eylə dayan. Karivan getdi adamsız qaldım.
yetişəm Kərbəlada günümüz barələm İstirəm qafiliyə tez yetişəm Kərbəlada günümüz barələni Kufiyan gör necə yandırdı məni Kufiyan gör necə yandırdı məni Nağədən yıxdı, utandırdı məni Nağədən yıxdı, utandırdı məni Bir şeylə mənə rəhm eylə dayan Şahıvan getdi adamsız qaldı Bir şeylə mənə rəhm eylə dayan Şahıvan getdi adamsız qaldı Müqəyyən azlı surətin qoymadı barə Qoymadı barə Bu Kərbəla yollarına baxmağa barə Baxmağa barə Müqəyyən azlı surətin qoymadı barə Qoymadı barə Bu Kərbəla yollarına baxmağa barə Baxmağa barə Rüqəyyət ağlama Bir də Sinəmi dağlama Bir də eşqlə Rüqəyyət Həva dolar yağar vəli Sən kimin olmaz Həva dolar yağar vəli Sən kimin olmaz Cəhanda çox yetim olar Sən kimin olmaz Sən kimin olmaz Cəhanda çox yetim olar Sən kimin olmaz Sən kimin olmaz Rüqəyyət Sinəmi dağlama Bir də sinəmi Xərabədən kənara çox getməmi barə
kimin olmaz, cihanda çok sen olmaz, sen kimin olmaz, hava dolar yanar beni, sen kimin olmaz, sen kimin olmaz, cihanda çok yetim olan, sen kimin olmaz, sen kimin olmaz, Bir gözü sonra ne olursa da. Şahanadan sonra olursa iki mısra. bir de denen sinemi ay açor gedib sansmaz ədyarə vururmuşam qızları qəlbimə yarə qəlbimə yarə rüqəyyə bir də boyma divare, boyma divare, Rüqəyyə nazlı surətin boyma divare, boyma divare, bu Kərbəla yollarına baxma avare. Şəxsiyyətimiz var. Heydər, 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 düşmən bizi təhdidinə xamuş edə bilməz. Zeynəb kimi haqq söz deməyə cürrətimiz var. Süd əmmişik aləmdə Hüseynçi analardan, əşhər kimi illət odur ki qeyrətimiz var. Heydər, 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 qavra giyən uşağa biri qavra giyən uşağa biri çap aha bilməz. Əbbas ateş gəldi əvvəl qüdrətimiz var. Əbrarimiz dövlətlə, əbrarimizin dövləti məqbəldə quruldu. Həşrət kimi payəndə qalan dövlətimiz var. Bu qarələri Həzrət-i Zəhra oxuyubdu. Şükr Allah'a Zəhra bəyənən xələtimiz var. Heydər, heydər, Şiye-i azadeyimiz zəbhələrlə əsgərik. Şiye-i azadeyimiz zəbhələrlə əsgərik. Türk olaq ya Fars olaq ya ki ərəb biz ba həmik. Türk olaq ya Fars olaq ya ki
nicat o bir bölünmez bizleri. Kahrimiz tenha budur ki vahidi bir pertemür. Bize her gün aşura, bize her yer Kerbeladır. Bize her gün aşuradır. Bize her yer Kerbeladır. Bir de diye bize her gün bize her gün aşuradır. Bize her yer Kerbeladır. Müddetimiz bizlere iman vicdan öğrenir. Saile razı niyaz üstünde ehsan öğrenir. Kanlı başinize de tefsiri Kur'an öğrenir. Kuvveti belli değil hundanelerden almışır. Zami eşki meysemikten manelerden almışır. Biz vilayet dersini manelerden almışır. Biz vilayet dersini almışır. Bize her gün bize her gün aşuradır. Bize her gün Kerbeladır. Ehli Kur'an'a salam eyler elinin şiyesi. Ehli Kur'an'a salam eyler elinin şiyesi. Ehli Kur'an'a salam eyler elinin şiyesi. Her zaman zulme kıyam eyler elinin şiyesi. Her zaman zulme kıyam eyler elinin şiyesi. Valideyne ehtiram eyler elinin şiyesi. Valideyne ehtiram eyler elinin şiyesi. Tüm cezayı hayri hoş refkarelerden almışır. Zam-ı eşki meysemikten manelerden almışır. Bize her gün aşuradır. Bize her yer Kerbeladır. Bize her gün aşuradır. Bize her yer Kerbeladır. Ey zaman gaflet edip bihude gelme şivene. Bak göre bozne. Bəh, maşallah, maşallah. Sakitsin abi, maşallah. İnşallah Kerbelalı vuracaq. Ey zaman qəflət edib bihudə gəlmə şivənə. Bax görəb bolsa necə dərs öyrədib sənlə mənə. Baş əmudiylə sınar əmma əyilməz düşmənə. Baş əmudiylə sınar əmma baş əmudiylə sınar əmma əyilməz düşmənə. Sirri eşki məhrəmi əsrarilərdən almışıq. Cami eşki meysəmi həmharilərdən almışıq. Bizə hər gün aşuradır. Bizə hər yer Kərbeladır. Bizə hər gün aşuradır. Bizə hər yer Kərbeladır. Şah Hüseyin olsun gerek nezmi nizamı hengilen. Şah Hüseyin olsun gerek nezmi nizamı hengilen. Olmasın kavti Vehhabiyet salam ferhengilen. Olmasın kavti Vehhabiyet salam ferhengilen. Nuh'a başlansın gerek Zehra seven ahengilen. Nuh'a başlansın gerek Zehra seven ahengilen. Şah Hüseyin dersin koca serdarilerden almışık. Cami eşki meysemi hemharilerden almışık. Cami eşki meysemi hemharilerden almışık. Bize her gün aşura
bizlere iman vicdan öğretip, müktedamız bizlere iman vicdan öğretip, sağ ile razı niyaz üstünde ehsan öğretip, sağ ile razı niyaz üstünde ehsan öğretip, kanlı başı nizede tehsiri Kur'an öğretip, kanlı başı nizede tehsiri Kur'an öğretip, kuvveti derdi deyip bu farilerden almışım, şam-ı eşki meysemi farilerden almışım, şam-ı eşki meysemi farilerden almışım. Bize her gün Bir tane. Şiyeyi azad et bizden helende eskerik, Şiyeyi azad et bizden helende eskerik, Türk olak ya Fars olak ya ki Ərəb biz bağhəmik, Türk olak ya Fars olak ya ki Ərəb biz bağhəmik, Rəng-i milliyat nicat o dil bölənməz bizləri, Fəhrimizdən xabudur ki hafizi bir pərçəmük, bize her gün aşuradır, bize her gün Kerbeladır, bize her gün aşuradır, bize her gün Kerbeladır. Can deyirlər Beyk Hüseyin, canan deyirlər Beyk Hüseyin, Kərbəlada qan dolu meydan deyirlər Beyk Hüseyin, can deyirlər
sen takbir değil. Bir değil Rabbimce sen takbir değil. Elşana her hak diyen şair değil. Sen ya Eba Abdillah. Keşke
ve susuz etşanlarla bir an özüme tapşırma benim sensizliğime, yandırma beni qəbrin gecəsi, gözlətmə məni
Ey gözlerimin nuru, ey gözlerimin nuru, kendi senin lay lay. Ay gençler altında, ay ilden düşenin lay lay. Hamı bir yerde. Derdimin dermanı. Bak bak bak. Derdimin dermanı. Gözleri kurbanı. Gözleri kurbanı. Gözleri ey gönce gülüm mende, ey gönce gülüm mende, sensiz saralım sollar, sensiz saralım sollar. Tozlu tele baktıkça, tozlu tele baktıkça, yandan saçımı yollar, yandan saçımı yollar. Neylek güzelim, neylek, neylek güzelim. Qəssalın özün Allah, qəssalın özün. Sen öyle, mehmani gelen vaxtda, mehman elden gidenim vay vay. Elden gidenim vay vay. Gözlerimin nuru, gelirim muhanin lay lay. O sapla, o sapla. Ay gençler altında, dilden düşenin lay lay. Ey gözlerimin nuru, gelirim muhanin lay lay. Ay gençler altında, dilden düşenin lay lay. Tabii. Hansı kapını çalsın, hansı kapını çalsın, qəbrin bana kim qazsın, qəbrin bana kim qazsın. Həllət bana kim alsın, həllət bana kim alsın, qalsın qara əynində, qalsın qara əynində. Yok ak kefenim lay lay, yok ak kefenim dilden düşenim lay lay, dilden düşenim lay. Vay vay sen vay vay vay.
الحسين وعلى أصحاب الحسين. بسم الله الرحمن الرحيم. اللهم حجة بالحسن عليه وعلى etmeyi bizlere nasip eyle. İlahi, Pasua gecesinin aşura gününün, məxsusən Ərbəin gününün feyzindən bizlere bir nasip eleme. İlahi, ömrümüzün axırına kimi sana ibadet ve itaat etmək şərəfin bizlere nasip eyle. İlahi ve Rabbi sana an verir, öz zəccəlal ve öz Allahlığa xatir. İltiması dua edenler var, haceti, müşkülü olanlar var, çetinliği olanlar var. Xəstələrimiz var, məxsusən nəzərdə olan xəstələr için çox xahiş edirlər, çox deyirlər. İlahi, sana anda veririk, Xanım Rüqəyyənin ehtiramına, Kərbəla şəhidlərinin ehtiramına, hacət və müşküllərimizi iltimas edən bacı və qardaşlarımızın xəstələrinə tezlikcə Əbəlfəzl Abbas ağanın kesilmiş əlləri ilə şifa ver. İlahi, pərverdigar aləm, əskərlərimizi, zabit-gizir heyyətimizi, cəhhələrdə sərhəd boyu xidmət aparan qardaşlarımızı sağ-salamat ellərinə qaytar ikmə. Düşmən alovundan, xofundan, gülləsindən onları hifz edirlər. İlahi və Rabbi şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur edib ruhlarını bizim ruhumuza duası və şəfaətçi qərar ver. İlahi qazilərimizə şifa və xoş və gözəl aqibət nəsib eylə. İlahi pərverdigar aləm dinimizə, məmləkətimizə, məskətimizə xidmət edənləri mənsur və müvəffəq eylə. Düşmənçilik eləyənlərin tövbə etməzlərsə zəlilin məhvuna buxar eylə. Dünyadan keçənlərimizə valideyn, ustad, övlad, boynumuza haqqı olan, müştehid, mərzi-i təqlid, bədvaris, devarisçi, yetisi qırğı çıxmayanlar, kimsəsizlər, vaizlər, bilbər əhli, rozaxanlar cəmiən ruhlarını şad edib, qəbr əzabından azad edib, günahlarının üstündən qələmə əhdisə. İlahi ömrümüzün axırıncı məhərrəmi qərar vermə. İlahi pərverdigar aləm övladlarımızı əməli salih övladlardan qərar ver. Övladları olmayanlara, övlad intizarında olanlara əməli salih və salihə saltan övlad nəsib eylə. Bir möminə ana xahiş elədi ki, Əlican haqqı bir baladır, onu da dua eləyir, sana an verir, Əli Əsqərin ehtiramına, ilahi pərverdigar aləm, ona da şifa və mərhəmət nazir eylə. İlahi pərverdigar aləm, o kəslər ki, hər yerdən əlləri üzülüb, bizlərdən iltimas edirlər, dönə-dönə tapşırırlar, gözləri bu məclislərdədir, sana andı verir, öz zəccəlalığa, Kərbəla şəhidlərinin ehtiramına, onların da hacət və müşküllərini rəva edir. İlahi pərverdigar aləm, bu məsciddə xidmət görsədən, başda axımımız olmaqla, mamili, xidmətçiləri, heyyəti, məxsusən Hüseyn Sədayinidir ki, neçə gündür xidmətimizdədir. İlahi, dünya və axirət işlərini abad edib, özlərini, ailələrini salamat eylə. İlahi, pərverdigar aləm, vəhdətimizi daha da möhkəm edib, bizləri bir-birimizə qarşı daha da mehriban və rəuf eylə. Əlbəlinci və axırıncı duamız budur, ilahi, zamanə sahibini salamat eylə. Mübarək olan qəlbini bizlərdən razı və xoşluq eylə. Allahın zuhuru ilə yer üzündə haqqı, ədaləti bərqərar eylə. Biz günahkar bəndə
bəndələri və o həzrətin əskər nökər xidmətçi, həqiqi intizarında olub gəlişinə zəmin yaradan şəxslərdən müvəffəq eylə. Və həqqi Muhammedin və alih və həqqi surətin mübarəkətin Fatiha ma'as-salavat.